Bugün hər üzündə saqqal olan, hər balağı qısa olan, başında əmmamə olan o demək deyil ki, haqdan danışır və ya doğru danışır və ya danışanda kövrələn və ya ağlayan, insanları öz hissiyatları ilə aldadan o demək deyil ki, doğru danışır. İmam Qurtubi rahiməhullah və digər təfsir alimlər deyirlər ki, insanlar Yaqub əleyhissalamı aldadmağa gəlirdilər, hilə qurmuşdular, lakin necə? Timsah gözyaşları ilə. Ağlayaraq gəlmişdilər ki, inandırıcı olsun. Bugün əlində Quran oxuyan, insanlara uca səslərlə danışan və gözündən yaş gələn o qədər bidətçilər var ki, sən ona ayədən, hədisdən dəlil gətirirsən, Allah və Rasulun muradını çatdırırsan və sənə fərqli-fərqli bəhanələr gətirir və deyir ki, sizi aldadıblar, sizi tolayıblar və ya siz harasa bağlısınız. Ona görə necə sələflər deyirlər, elmi əhlindən götürmək lazımdır. İnsan dinini hər kəsə etibar eləməməlidir.